Lənkəranda Xəzər dənizi ilə bağlı yaranan mənzərə müzakirələrə səbəb olub. Belə ki, dəniz suyunun çəkilməsi nəticəsində geniş meşə zolağının qalıqları üzə çıxıb. Məlumata görə, ərazi vaxtilə palıd meşəsi olub, lakin Xəzərin səviyyəsi yüksəldiyindən həmin sahə su altında qalıb. Qlobal Infoza danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Xəzər dənizinin tarixi dövrlərdə heç vaxt stabil sərhədləri olmayıb. Stat, o rəqs edən bir su hövzəsidir. Son illər səviyyəsi hər il təxminən 20 sm azalır. Proqnozlara əsasən 2090-cı ilədək səviyyənin 10-20 metr azalması mümkündür. Bu isə İpək yolu və regiondakı digər nəqliyyat logistika layihələri üçün risklər yarada bilər. Azərbaycanın quru ərazisinin genişlənməsi ehtimalı var. Bu isə liman infrastrukturunun, sahilyanı yaşayış məntəqələrinin və sənaye obyektlərinin fəaliyyətinə təsir göstərə bilər. Mikroiqlim dəyişiklikləri, ekoloji və iqlim riskləri də mümkündür. Yağıntıların bölgə üzrə paylanmasına müəyyən təsirlər istisna olunmur. İqtisadiyyatın müxtəlif sahələri, gəmiçilik, balıqçılıq, turizm və digər sahilyanı fəaliyyət növləri də bu prosesdən təsirlənə bilər. Buna görə də ölkə olaraq belə dəyişikliklərə hazır olmaq vacibdir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.